Gedirəm, gedirəm. Hara gedirəm? Gedəndən sonra göstərəcəm sizə ki, hara gedirəm. Neydi bu dəqiqə? Salam kanalımın değerli izleyicileri, her vaxtınız xeyir olsun. Xoş gördüm hər birinizi yeni vlogumda. Bugün isə hər səhərdir geyindim, gedirəm hara. İndi vlogumdan qeyd edəcəm. Deməli gəldik mebel mağazalarına, jurnal stoluna baxmağa. Çox yerlər gəzdik. Bu göstərdiyimi bəyəndim, sadə idi. Belə çəkməcəsi də var idi ki, hansı ki ora lazım olan bəlkə əşyaları qoymağa. Bunu bəyəndim, ancaq rəngi düz gəlməyəcəkdi. Keçdik digərinə baxmağa. Bu isə 178 manat idi, səhv etmirəmsə. Bu da çox yüngül idi, rahat idi. Sadəcə olaraq rəngi uyğun gəlməyəcəkdi. Nə onu götürmədik. Belə bir neçə yerə girdik. Bəyəndiklərimiz də oldu. Ancaq uyğunlaşdıra bilmədiklərimiz də oldu. Burada isə Novruz xonçasını çəkirəm xanımlar. Görün necə gözəl aksesuarlar var. Paxlava şəkər qoğalı çox bəyəndim. Çox kiçik idilər. İstədiyim çəkim. Bura mebel mağazasıdır. Buradan çəkiliş edirəm sizin üçün xanımlar. Belə güzgüdən də sizi salamlayıram. Keçirəm yenidən baxmağa davam etməyə. Bu 3 dənə jurnal stolunu çox bəyəndim. Bunun böyüyü də var idi. Qərara gəldik ki, elə bu böyüyünü götürək. Çünki 3 dənəlik evə uyğun gəlməyəcəkdi. Üzərində də belə bizə hədiyyə güldan verdilər. Belə başqa yox idi. Elə onu paketlədilər. Dedilər ki, ümumiyyətlə bunu Türkiyədən aksesuar kimi gətirmişik mebel mağazasına. Yəni satışda yoxdur. Sadəcə olaraq görüntü, yəni bəzək kimi gətirmişik. Satıcı xanımlar dedi ki, mebel mağazasının yiyəsi deyib ki, əgər kimsə istəsə, olduğu qiymətə satın, heç bir endirim etməyin. Biz də çox bəyənmişdik. Ona görə yoldaşımla qərar gəldik ki, bunu götürək. Elə oldu götürdük, gətirdik evə. Təkliklə çox bəyəndim. Ancaq ki, belə evdə heç bir əşyaya uyğun gəlmədi. Sadəcə olaraq listuruna uyğun gəldi. Nəyəsə ona uyğun bir neçə aksesuar götürərik. Yəqin ki, uyğunlaşar. Arkada başlayıp keserim ama eləmirəm. Daha boşuna şey eləməyəm. Solik sənsən. Kim qazandı? Murat 100%. Hə? Aferin Murat'a. Deyir qaşıq böyüyüb çönçəni keçib. Axşam idi, gəzə-gəzə, yolda qaça-qaça, oynaya-oynaya, idman edə gəldik, çıxdıq. Həmişəki kimi sevimli şaurmamıza. Oğlum həmişəki kimi şaurma yeyir. Ən çox sevdiyi yeməklərdən biridir. Artıq ötən vloglarımı izləyənlər bunu bilir. Biz də yedik. Çay içirik. Buranın çayını çox bəyənirəm. Kəkotlu çayını. Həqiqətən də pürrəngi möhtəşəm çay verirlər. Deməli, bir çayın çayın qiyməti 9 manat 90 qəpikdir. Belə çayı içirik, günümüzü belə başa vururuq. Növbəti gündən sizi salamlayıram. Səmənimi artıq pişik yeyib qutarıb. Hər gün biraz mütləq olsun səmənin dadına baxır. Artıq demək olar ki, bayram bitib. Mən də axar su tapmadığımdan səmənini atım. Buna görə qərara gəldim ki, pişiyim bu qədər çox sevir səməni, verim o yesin. Heç olmaya səməni bir işə yaramış olsun. Əslində deyirlər ki, pişiklərin qarnı başı ağrıyanda o belə ot yeyir. Bizim pişik hər gün bunu edir. Hər dəfə həyətə düşəndə yazda ot yeyirdi. Hələlik bu yaz ot yoxdur həyətdə. Yəni belə çim yoxdur ki, o yesin. Ona görə evdəki səməniyə dadanıb. Həmin gündür, mən artıq günortadır, yemək hazırlayıram. Qardaşım, bacım, gəlinimiz rayondan gələcək. Onlar üçün yemək hazırlayıram. Belə kotlet, kartof hazırladım. Dolma bükdüm, dolma hazırladım. Nəysə günortaya belə yemək hazırlayıram. Hər bayram özümüz gedirdik rayona, anamı, atamı, qaynamı, qaynatamı görməyə. Bu dəfə isə alınmadı getmək. Bu da mənim qardaşımın biricik oğludur. Biciyə gəlmişsən bibiyə. Biciyə gəlmişsən bibiyə. Hana bici? Hana bici? Hadi de bici yalla. Yalla göstərməyim səni. Dişləməyim səni. Bəh, bəh, bəh. Kətdən qalan 3 qulaq. Anamın göndərdiyi 3 qulaq. Qəbələ payı.
Hə? Oruçlu bana arım indi mən. Deyin görün mən nə edeyim oruçlu. Mama payı. Burada anamın gönderdiği bayram paylarını gösterirəm. Xanımlar bizim məşhur pahlavamız olan 3 qulaq pahlavasıdır. İlk önce gösterdiğim onu kızartırsan çok dadlı olur çayla birlikte. İçerisinde fındıq, qoz, qarışıq ləpədir və istəyə görə içərisində yumuşaq olsun deyə peçeniyə və yaxud da yuxa qırıntılar da əlavə edirlər. Və qoğal, badambura anam, gəlinimiz bişirib gətirib. Çox sağ olsunlar, buradan deyirəm, bərəkətləri bol olsun. Həqiqətən də ana şirniyyatına, ana yeməyinə çatan yoxdur. Allah əllərin, qolların var eləsin, bütün ana, ataların canını sağlam etsin inşallah. Bu da göndərdiyi göyərtidir. Mən cimcilim istəmişdim. Cimcilimdən qota bişirmək istəyirdim. Elə yaz gəldi, ancaq beynimə cimcilimli qotab düşür. Bilmirəm siz tərəfdə bu göyərtiyə nə deyirlər, biz tərəfdə cimcilim deyirlər. Bu da kənd paylarıdır. Belə fındıqdır, qozdur, lobiyadır, mürəbbədir, şərabdır. Belə ümumi kənd payıdır. İstədim çəkim sizlər üçün göstəreyim. Allah hər birinin canını sağ eləsin, gətirən də, göndərən də. Axşama mən də burada bastırma edirəm. Kebab çəkəsiyik. Belə quzu ətidir, toyuq ətidir. Oruçlu olmama baxmayaraq həqiqətən duzunu o qədər gözəl tutturmuşdum ki, möhtəşəm alındı və axşama göbələk hazırlayıram. Belə toyuqlu göbələk. Qardaşım çox sevir göbələyi. Dedim o çox sevir. Mən də onun üçün belə toyuqlu göbələk bişirim. Düzdür, kebab olan yerdə başqa yeməyə baxılmır. Amma buna baxmayaraq yenə dedim ki, süfrədə əlavə yemək olsun. Nəysə yeməyimizi bişirdik, yedik, içdik. Allah hər kəsin ruzisinin bərəkətini bol etsin. No, götür bir elimde işim var. Götür. Ama içine bayılsın. Gittik. Nigerya'dan. Yedi yeməyimizi indi isə çayla içmək üçün anam göndərdiyi 3 qılaqdan, 3 qılaq şirniyyatından qızardıram. Bu Qəbələnin məşhur şirniyyatıdır. Bilməyənlər üçün buradan deyim. İnşallah bir dəfə də özüm hazırlayaram, çəkərəm, paylaşaram. Bilməyənlər də öyrənər. Çayla içmək üçün möhtəşəm şirniyyatdır. İçərisi qeyd etdiyim kimi qoz, fındıq ləpəsi və şəkər tozundan ibarətdir. Evdə çayımızı içirik və qərara gəlirik ki, gedək yenidən bizim məşhur yerimiz olan şaurmaya, şaurmanın o pürrəngi çayını içməyə. Nəysə biz yemək yemişdik deyə yemək yemirik. Uşaqlar biri istəyirlər, şaurma istəyirlər, nəsə onlar yemək yeyir, biz isə otururuq, çay içirik. Bibiyə. Hana? Hadi deyə buradadır. Qaç tutunu. Tut. Ha tut. Ay Allah. Növbəti gündür dəniz kənar bulvardan sizlərə salamlayıram. Hava günlüdür, gün torpağı qızdırır, insanın canına gezmək, əylənmək keçir. Biz də gəldik. Bulvara gəzək, xanımlar bu mənzərəyə bir baxın, həqiqətən möhtəşəmdir. İstəmədim musiqini kəsim, belə səsləndirirəm, bəlkə təlif gəlməz. Bilirsiniz ki, əgər YouTube kanalımızda biz hər hansı bir müəllifi başqa adam olan musiqini paylaşsaq bizə təlif gəlir, məcburuq ki, ya musiqinin səsini alaq və yaxud da üzərindən belə səs yazaq. Günü gəzməklə sonlandırdıq, səhərə günüdür, artıq 2 gündür qardaşım, bacımgil bizdə idilər, bugün getdilər, onları yola saldım, ev eşiyi təmizlədim, artıq onları çəkmədim.
Ötən vlogda qeyd etmişdim, oruc təmizlik edib həm də çəkmək çox çətindir. Bunu etmədim. Xanımlar, bu ipin üzərindəki çxol plastinanı nə üçün çəkirəm? Əl vursanız o qədər yumuşaqdır. Bunu bacıma demişdim, bacım götürmüşdü mənim üçün. Həm bunları, həm digərlərini. Bacım öz üçün zakaz etmişdi. Mən də çox bəyənmişdim. Əslində mən Temudan zakaz vermək istəyirdim. Sadəcə olaraq çox baha oldu. 75 manat, ucuzu 60 manat. Bacım isə özünə 40 manata götürmüşdü. Ona dedim mənim üçün də götürsün. Bura gələndə və yaxud da mən Qəbələyə gedəndə götürərəm. Artıq o gəldi deyənə sağ olsun, o gətirdi. Mən də yuyub asmışam belə qurusunlar. Sonra daha ütüləyəcəm və belə yorğan üzünə keçirdəcəm. Keçirəndə mütləq bacardığım qədər çalışacağam ki, çəkim, sizlərlə paylaşım. Həmin gündür artıq işlərimi bitirib yoldaşımla belə gəzə-gəzə getdik. Bravoya bir neçə şey götürdük. Oradan da gəldik. Çox məşhur olan Koç dürümə. Uşaqlar üçün Koç dürüm götürdük. Gəldik gəzə-gəzə evə. Qarası. Görmüşdünüz, mən görməmişdim. Hər rəngi var. Maraqlı gəldi bu qara. Gəzə-gəzə gəldik, çıxdıq evə. 2 gündür ki, qlokda qalıb büzüşməyə, xarab olmağa doğru gedən anam göndərdiyi göyərtiləri qərara gəlirəm ki, qlokdan çıxardım. Təmizləyin, baxın, xanımlar, bunlar cimcilimdir. Onlar yabani formada özləri bitirlər və yığırlar, bazarda satırlar insanlar. Onu da qeyd edim ki, bizim zonada onun adı cimcilimdir. Bəlkə başqa yerlərdə başqa cürdür. Əgər sizdə başqadırsa adı mütləq yorumlarda qeyd edin. Mən də bilmiş olaram ki, bu bitkinin digər adları, yəni zonalara görə adları nədir? Göyərtiləri yuyuram, təmizləyirəm, qoyuram dəsmalın üzərinə, suyu çəkilsin. İnşallah səhəri günü qotaq hazırlayıram. Göyərtilərin artıq suyu çəkilib keçirəm qutabın xəmirini hazırlamağa. Bunun üçün mən un götürmüşəm. Üzərinə duz, droj əlavə edirəm, yəni maya əlavə edirəm. Azacıq əlavə edirəm ki, yumuşaq olsun xəmir. İsti su əlavə edib xəmir yoğuram. Xəmir nə bərk, nə də boş xəmir olmalıdır. Orta yumuşaqlıqda xəmir olmalıdır. Üzərindən də bir xörək qaşığı dur yağ əlavə edirəm. 2 xörək qaşığı da əlavə edə bilərsiniz. Yaxşıca xəmiri yoğururam. Heç gözlətmədən də siz kündələrə ayırıb qutaba hazırlaya bilərsiniz. Mən isə biraz gözlətdim, çünki göyərtiləri doğramalıyam. Qoyuram üzərini streçləyib kənarda qalsın. Hardasa 15 dəqiqə. Bu arada mən göyərtiləri doğrayıram. Göyərtilər çox kiçik-kiçik doğramağa, ləzzətini itirməyə ehtiyac yoxdur. Qutabda göyərtilər böyük-böyük doğransa yaxşıdır ki, ləzzəti üzərində qalsın. Göyərtiləri doğradım. İndi isə üzərinə 4-5 bay soğan doğrayıram. Soğanların üzərinə duz əlavə edirəm. Acı suyunu sıxıram. Göyərtinin üzərinə əlavə edib yaxşıca qarışdırıram. Qeyd edim ki, mütləq göyərtilər suyun çəkmiş olmalıdır. Xəmiri dəzgahın üstünə əlavə edirəm. Saç boyu
Yəni sacınız nə boydadırsa və yaxud da tavada bişirəcəksinizsə, tavanız nə boydadırsa, ona uyğun kündələri tuturuq və belə bacardığımız qədər nəzik yuxa açıb içərisinə göyərtiləri əlavə edib qutab hazırlayırıq. Mən bu dəfə yumru qutablar hazırladım. İlk yuxanı açdım, kənara qoydum. Digər yuxanı açdıqdan sonra içərisinə göyərtini əlavə edib, öncədən açdığım yuxanı da üzərinə əlavə etdim. Kənarlarını birləşdirdim və kəsdim. Belə yumru formada sacın üzərinə əlavə etdim. Orta xodda bişirdim. Çox dadlı, ləzzətli qutabları alındı. Hələ kənd göyərtisi ilə möhtəşəm alındı. Göz haqqınızı halal edin. İnşallah bəyənərsiniz. Əgər vlogumu bəyəndinizsə mütləq kanalıma like atın, abunə olun. Abunə olun ki, gələn videolarımdan da xəbərdar olasınız. Hələlik deyirəm, inşallah gələn vloglarda, gələn videolarda görüşərik.